Salamlayıram hər kəsi, bizi izləyənləri maraqlı bir yeni mövzu ilə çox sevindirəm ki, qarşınızdayıq. Ötən həftə partlayış eləmişdi sözün əsl mənasında. Mən o reyting sözünü sevməsəm də, yəni tamaşaçıların çox marağına səbəb olan reytingli mövzulardan biri oldu, izlənilən mövzulardan biri oldu. Əminəm ki, bugün də belə olacaq, amma əsas məqsədimiz odur ki, nə qədər insan baxırsa baxsın, o insanların içərisində faydamız dəyən insanların sayı çox olsun. İstədiyimiz budur, məqsədimiz budur. Bu istiqamətdə addımlayırıq və dəyərli həkimimizin əlaqə nömrələrini artıq ekranda görürsünüz. 050 377 54 22 099 377 54 22 bir çox problemlərlə bağlı ona müraciət edə bilərsiniz. İstər depressiya olsun, istər panik atak olsun, həyəcan təşviş pozuntusu, obsessiv-kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, autistik spektr pozuntusu, diqqət əskiliyi, hiperaktiv pozuntu, tik pozuntusu, Tourette pozuntusu, əqli inkişaf pozuntusu, şizoafektiv pozuntu, travma sonrası stres pozuntuları, yuxu və oyanıqlıq pozuntusu, yemə pozuntuları, dissosiativ konversiyon pozuntu, cinsi disfunksiyalar, alkoqol və narkotik maddələrin istifadəsi fonunda psixi və davranış pozuntuları, xroniki ağrı sindromu, doğuşdan sonraki depressiya, baş beynin üzvü xəstəlikləri, insult, travmalardan sonra yaranan psixi pozuntularla da bağlı dəyərli həkimimizə müraciət edə bilərsiniz. Və əziz tamaşaçılar, bugün də çox adamın ehtiyac duyduğu bir mövzudan danışacağıq. Həm də çəkindiyi bir mövzu, mən belə qeyd edeyim. Antidepressantlar asıllıq yaradırmı? Bəziləri bir dəfə başladınsa çıxmaq olmur deyir. Bəziləri isə mənə həyatımı qaytardı deyir. Və bəs tibbi həqiqət necədir? Əslində olanlar nədir? İnsanların o yaydığı əfsanələr kimidir? Yoxsa bunun da bir tibbi izahı var. Bu tibbi anlayışı bizə anladan təbii ki, həkim-psixiatr olacaq. Ona görə də istədiyi elə bu mövzuda onunla söhbətimizə edək ki, həqiqət nədir, hansı hallarda risk var, düzgün istifadə necə olmalıdır? Yəni, söhbət antidepressantlardan gedir. Bu suallara aydınlıq gətirmək üçün dəyərli həkimimizə verirəm sözü. Buyurun Aytan xanım. Öncəliklə bildirmək istəyirəm ki, diqqətləri bizdə olsun. Bugün çünki bütün psixofarmakologiyanı, yəni psixiatriyada adını eşitmədikləri molekulalar, dərmanlar, onların ümumiyyətlə farmakokinetikası, farmakodinamikası haqqında dərinə, yəni vaxtım çatdığı qədərincə məlumat vermiş olacağıq. Hansı ki, cəmiyyətimizdə ən böyük miflər nədir? Antidepressantlar asıllıq yaradırmı? Bu başlıqları deyirəm ki, diqqətli olsunlar, bunlardan danışacaq. Antidepressant dərmanlar təsiri altında və ya da psixotrop dərmanların ümumilikdə təsiri altında yaranan cinsəl disfunksiyalar, cinsəl istəksizlik problemləri qalıcıdırmı, qalırmı, həmişəlik ömürlükdürmü və yaxud da ki, bəzi dərmanlarımız doğrudan da müalicəvidir, utanırlar bizə müraciət etməkdə. Bunlar həqiqətən də bir sıra ailələrimizdə, belə deyək ki, uğurlu nəticələr əldə etmiş olmuş ola bilirik. Bu haqda məlumat verəcəyik. Burada çəkmişəm, çizmişəm, hər şeyi gətirmişəm, hazır vəziyyətdə Gülay xanım. Başlayaq. Ümumiyyətlə, qeyd edək ki, psixiatriyada dərmanlar çoxdur, müxtəlifdir. Hər birinizin tanıdığınız ən məşhuru olan antidepressantdır. Elə bilirlər ki, cəmiyyətimizdə antidepressant ancaq depressiya xəstəliyində istifadə olunur. Antidepressant adı eşidən kimi deyirlər ki, mənim depressiyam var ki, elə deyildi. Antidepressant sözündə depressiya ifadəsi, orada depressiya ifadəsinin olması bu heç də o anlama gəlmir. Əslində, antidepressantlar bir sıra, belə deyək ki, psixiatrik xəstəliklərin, bax, belə götürək, həyəcan təşviş pozuntusu, anksiyetə deyirlər, ən çox gənclər internetdə axtarışı bu adlı edirlər. Panik atak, panik pozuntu, elə depressiyanın özü götürsək, dissosiativ konversiyon pozuntu, obsessiv-kompulsiv pozuntu, tik xəstəliyi deyirlər, Tourette sindromunda. Daha sonra istifadə olunur narkotik maddələr, alkoqol istifadəsi fonunda yaranan depressiyalarda. Digər olsun, digər üzü xəstəliklər olsun, travma sonrası ağrılar olsun, ağrı pozuntuları, fibromiyalgiyalar, somatoform ağrı pozuntuları olsun. Eyni ilə qeyd edərdim ki, şəkərli diabet zamanı neuropatik ağrılarda istifadə oluna bilər və bir sıra ümumiyyətlə, yəni əlacı tapılmayan durumda, qıcıqlanmış bağırsaq sindromunda, mədə nevrozu, kardionevroz dediyimiz bir sıra somatik və psixiatrik xəstəliklərin müalicəsində istifadə olunan böyük dərman qruplarıdır. Bunlar ümumiyyətlə, bu dərmanlar, Günay xanım, istifadə dedikdə bunları biz elə, yəni mütəxəssis həkim-psixiatrın belə deyək ki, rəyi ilə, tövsiyəsi ilə verilən dərmanlardır, təyin edilən dərmanlardır. Digər ikinci qrup dərmanlar antipsixotiklər, neyroleptiklər deyilir. Antipsixotik sözünün giriş edərdik ki, burada, yəni nə deməkdir?
Psixoz sözü burada o deməkdir ki, xəstəliyin kliniki gedişatı zamanı psixoz, psixotik pozuntu, psixotik reaksiyalar, yəni şəxsdən aşırı dərəcədə yuxusu pozulubsa, özünə gələ bilmirsə, beyni yatmırsa, beyni daim fikirlidirsə, pasiyentin intihara dair düşüncələri varsa, bezmişəm, yorulmuşam, yaşamaq istəmirəm, və yaxud da ki, pasiyent həqiqətən də dərin bir depressiv ruh halı yaşayırsa, xüsusən major depressiv epizodlar, böyük depressiyalarda istifadə olunan dərmanlardır. Daha sonra şizofreniya, şizoaffektiv pozuntu, bipolar affektiv pozuntu, narkotik maddələr və alkoqolun maddə asılğı olan insanlarda istifadə olunan dərmanlardır. Daha sonra bundan başqa antipsixotiklər eyni zamanda digər somatik xəstəliklər fonunda baş beyin üzvü, məsəl üçün bizə ensefalitdən, insultdan sonra gəlir doktor demensiya müddətində sayıqlamaları var, öz-özünə danışır, dodaqaltı danışır. Bu halda da istifadə etdiyimiz dərmanlardır. Digər üçüncü qrup dərmanlar trankvilizatorlar deyirik. Anksiolitiklər və ya da buna deyirlər həyəcan, təşviş əleyhinə dərmanlardır. Ən çox belə deyək ki, antidepressant asıllıq yaratmır, antipsixotik də yaratmır. Anksiolitiklərdə asıllıq yaratma xüsusiyyəti var. Bunu ona görə biz təyin edirik ki, antidepressant dərmanlar bəziləri məsəl üçün 2 həftəyə, bəzisi 10 günə təsir göstərdiyi təqdirdə pasiyentdə olan həyəcan, qorxu, təşviş, ürək vurğularının sürətli qalxır və xəstənin ürək döyüntüsünü və təzyiqini, belə deyək ki, təzyiq salıcı dərmanlar, ürək dərmanları, kardioloji dərmanlar nəzarət eləyə bilmir Günay xanım. O halda biz pasiyentdə olan narahatçılığı tez bir zamanda aradan qaldırmaq üçün o zaman anksiolitiklər istifadə edirik. Amma anksiolitiklərdə həkim psixiatrın nəzarəti altında təyin edilən 2 həftədən 2 aya qədər müddətdə xüsusi dozada təyin edilən dərman preparatlarıdır. Bunlar həkimin nəzarəti ilə qəbul edilən dərman preparatlarıdır. 3 möhürlü, hazırda müasir dövrümüzdə elektron reseptlə təyin edilən dərman qruplarıdır. Yəni mən gedib onu ala bilmərəm, adını söyləyərək. Bəli, ala bilməzsiniz və bu halda bəzən müəyyən bir müddət olur ki, elə bir pasiyent olur ki, pasiyentdə yanaşı qıcı olmalar varsa, epileptik tutmaları olanlar olur ki, yanımıza müraciət edir və ya ağır bir təşviş pozuntusu olan olur ki, bəzən o müddətdən də artıq müddətdə bizim nəzarətimiz altında məcburi olaraq təyin edə bilirik, azaldaraq kəsirik. Yəni bu həkim psixiatrın nəzarəti altında təyin olunan dərman qrupudur. Digər 4-cü qrupa deyərdik, əhval-ruhiyyə stabilizatoru. Bu hansı halda istifadə olunur? Bəli, Günay xanım, bunlar əhval-ruhiyyəni tarazlamaq üçündür. Ən çox bu dərman istifadə olunur depressiv epizodda, hipomaniyada, maniyada, yəni bipolar affektiv pozuntunun biz danışmışdıq əvvəllərdə, maniakal və depressiv epizodları baş verməsin deyə bunu tarazlamaq üçün istifadə olunan dərman preparatlarıdır. Ümumiyyətlə, heç bir pasiyentə əhval-ruhiyyə stabilizatoru molekulyar dərmanlarda litium preparatları var, valproat asid var. Bunlar heç vaxt tək halda, əgər psixiatrik pozuntudan əziyyət çəkirsə, təyin edilmir. Antipsixotikin yanında təyin edilə bilir. Əgər burada bipolar affektiv pozuntu maniyadadırsa, depressiyadadırsa antipsixotik, əhval-ruhiyyə stabilizatoru və antidepressantlar təyin edilmiş olur. Ümumiyyətlə, bayaq qeyd etmədim, 3-cü qrup anksiolitiklər içərisində sonu zepamla bitən dərmanlar var. Ən çox cəmiyyətimizin qorxduğu o dərmanlardır. Bəli ki, asıllıq yaradır. İçərən, bəli, asıllıq yaradır. Bu dərmanlar, Günay xanım, nəzarətlə verilir, sonu zepamla bitənlərdir. Bunlar yəni molekuladır, adları da ona görə qeyd edilir, zepamla bitir. Müxtəlif var, molekulanın adını çəkməyəcəm. Qarşısı başqadır, sonu zepamdır, bəli. Və bunlar nəzarətlə təyin edilən dərmanlardır. Və bir də hansı dərmanlar var ki, onlar müəyyən bir xüsusi asıllıq yaradacaq cəmiyyətimizdə belə bir dərmanlar var, qorxuducu. Hansı ki, bu qrup belə deyək ki, pregabalin deyilir. Bu molekuladır Günay xanım, yəni bu dərman adı deyildir. Həmin bu dərmanlar əslində müalicəvi dərmanlardır. Somatoform ağrı pozuntusunda, fibromiyalgiyalarda, eyni zamanda panik atakda, panik pozuntuda, anksiyete, yəni həyəcan təşviş pozuntusu zamanı, şəkərli diabetdə, neyropatik ağrılarda, travmatoloji, məsəl üçün ortopedik xəstəliklərdə kimsə travmalıbsa, ağrıları varsa və bunlar müalicəvi dərmanlardır. Lakin bəzən bunu həkim nəzarətini aşaraq sui-istifadə edən insanlar var ki, artıq istifadə edə bilmirlər, çünki bunlar elektron reseptlə verilir. Əvvəllər elədi ki, almaq olurdu bunları müəyyən bir peçatlı olaraq kağız reseptdən, möhürlü reseptdə, bəli. Hal-hazırda almaq mümkün deyildi. Həkim psixiatrın diaqnozu ilə, həkim psixiatrın 3 möhürlü həm kağızı ilə, həm elektron reseptlə sayı tədbirdə əczaçıya müraciət edərək aptekdən ala bilirlər.
və qeyd edərdim Çox da gözəl, çünki bu dərmanların öz başına istifadəsi birbaşa həyat riski yaradır, təhlükələr yaradır. Toksik təsir göstərir. Bəli, müxtəlif ağır təsirlər göstərə bilər. Bəzən sinir hüceyrələrinin hətta xeyir göstərdiyi təqdirdə sinir hüceyrələrində axı bu dərmanlar biz qeyd etdiyimiz kimi, mən burada göstərərdim. Biz bildiyimiz kimi beynimiz hüceyrələrlə zəngindir. Bəli. Həmin bu beynimizdə olan hüceyrələrə biz neyronlar deyirik. Bax bu neyrondur, burada çəkmişəm. Bax bu bir neyrondur, bu da digər neyrondur. Bir neyronun bu dendriti, daha doğrusu dendriti cismi aksonu olur. Bəli. Dendrit cisim aksonu olur. Bunlar bir-biri ilə əlaqə yaradır. Bir neyron digər neyronla əlaqə yaradaraq bizim sinir hüceyrələrimiz bir-biri ilə fəaliyyət göstərir. Bizim beynimiz işləyir, çalışır və sinir hüceyrələri bir-biri ilə əlaqədədir daimi olaraq və həmin bu sinir hüceyrələrinin burada böyük şəkildə çəkmişəm. Daha doğrusu burada daha yaxşı görünə bilər. Sinapslı, presinaptik neyron, postsinaptik neyron və bu neyronlar bir-biri ilə əlaqə yaradır. Biz buna neyromediator deyirik. Neyromediatorlarda hər birimizin tanıdığımız var. Serotonin var, xoşbəxtlik hormonudur, adrenalin enerji hormonudur, dopamin diqqət hormonudur. Dopaminin azlığı Parkinson xəstəliyi verir, çoxluğu belə psixoz verir, şizofreniya, bipolar affektiv pozuntu yarada bilir. Yəni psixotik xəstəliklərə yol aça bilir. Serotoninin belə deyək, azlığı depressiya yarada bilir. Və bu neyronlar, burada qırmızı ilə qeyd etmişəm, göründüyü kimi kamera çəkir yəqin ki məni. Həmin bu qırmızı ilə qeyd etdiyim neyronlardır. Bu neyronların əgər sintezində, ifrazında, yəni belə deyək ki, pozulma yaranarsa, artıq bir neyron digər neyronla əlaqə yarada bilmir və bu halda artıq sintez, yəni bir neyron digər, tutalım ki, əlimdir, bu da üzüklər neyronlardır. Bu neyronlar, əgər bu üzüyümün qaşı düşərsə, artıq görünürsünüz, burada pozuntu yaranacaq, əlaqə yarada bilmir. Nəticədə nə baş verir? Bu zaman artıq sinir hüceyrələri bir-biri ilə doğru düzgün əlaqə yarada bilmədiyi üçün və burada neyronların üzərində əvvəllər də danışmışdıq biz demensiyada filanda beta amiloid proteinlər, patoloji proteinlər həmin bu neyronların üzərinə və neyronlar arası sahəyə oturaraq pozuntu yaradır. Bir-biri ilə əlaqə yarada bilmirlər və nəticə etibarilə xəstəliklər ortaya çıxır. Bəli, beynimizdə bir kimyəvi proses gedir. Pozulur. Yəni hər şey beyindən başlayır. Xüsusən də bu gün biz psixi pozuntulardan danışırıqsa və bizə elə ən çox verdiyiniz suallar sırasında ki, bəs antidepressant qəbul etsəm, bu məndə asıllıq yaradarmı? Elə birbaşa bu mövzumuzla əlaqəsi var. Diqqətlə dinləsəz hər şey sizə aydın olacaq. Mən burada nəyi vurğulamaq istəyərdim bu kağız üzərində Günay xanım? Hansı ki, onların sualına cavab verəcəyik. Antidepressantlar asıllıq yaradırmı? Psixotrop dərmanlar asıllıq yaradırmı? Qeyd etdiyim bu diaqramda, diaqramın qalxan qolunda pasiyent bizə müraciət edibdir. Xəstəliyin kliniki əlamətləri şiddətlidir. Xəstənin ruh halı çökkündür, əhval-ruhiyyəsi enibdir, həyat eşqi yoxdur, həyat eşqi sönübdür, həyatdan zövq almır, yuxusu pozulubdur, enerji potensialı enibdir və yaxud da ki, ruhu xəstədir, psixotik bir halda yaxın qohumlarının müşahiyyəti altında müraciət ediblər. Bu halda bizə müraciət edərkən biz istənilən, istər antidepressantı, istər antipsixotiki, istər anksiolitik və yaxud da ki, əhval-ruhiyyə stabilizatorlarını başlayarkən bax, burada 1-3 ay qeyd etmişəm. İstifadə müddətidir, doktor. Bəli, qalxan qolunda 1-3 ay müddətində pasiyentin xəstəliyinin şiddətindən, ağırlıq dərəcəsindən asılı olaraq gün, həftə, ay ərzində dərman preparatlarının qrupundan asılı olaraq bu antidepressantdırmı, antipsixotikdirmi, anksiolitikdirmi, yoxsa əhval-ruhiyyə stabilizatordurmu? Dozalar yavaş-yavaş qaldırılır. Və qaldırılaraq pasiyentlə mütəmadi 3-4 gündən bir pasiyentlərin bilir, əlaqə saxlayırıq telefon vasitəsilə. Artıq pasiyent yanıma bir ayında döndüyündə kliniki əlamətlərindən xeyli yaxşılaşma olur. Əhval-ruhiyyəsi stabilləşmiş olur, yuxusu bərpa olunmuş olur, enerjisi artmış olur və 3 ayında pasiyent yanıma döndükdə demək olar ki, bütün kliniki əlamətlər xəstəliyin təbii ki, ağırlıq dərəcəsinə uyğun olaraq silinmiş vəziyyətdə olur. Lakin pasiyent sual verir, doktor, dərmanı kəsə bilərəmmi? Xeyr, kəsə bilməzsiniz. Bəs niyə birdən kəsə bilməz? Niyə bu təhlükəlidir, doktor? Günay xanım, əgər dərman preparatı, istənilən psixotrop dərmanların hər hansısa biri
qəfildən 3 ayında tam Bəli. yaxşılaşma olan təqdirdə kəsilərsə, Öz başına kəsilərsə, həkim nəzarəti altında olmadan kəsilərsə, 1 və ya da 2 həftə pasiyent normal ola bilər. 2 həftədən sonra pasiyentdə artıq maksimal 2 həftə deyirəm, 1 həftə 10 gündən sonra artıq pasiyentdə asta-asta 3-4 gün müddətində ürək bulanma, qusma, baş gicəllənmə, məd ağrısı, ishal, qıcıqlanmış bir irritabl vəziyyət yaranmış olur. Pasiyent halsız vəziyyətdə olur, baş ağrıları olur. Buna biz dərmanın kəsilmə sindromu, rebound sindromu deyirik. Bu halda artıq pasiyentdə olan kliniki əlamətlər xəstəliyin köhnə vəziyyətindən də pis hala düşə bilər. Məhz buna görə də bu vəziyyətdə 3 ayda dərmanı kəsmək olmaz. Dərman preparatları həkimlə görüşülərək dozalar qaldırıla bilər. Xəstəliyə uyğun olaraq terapevtik dozaya çatdırılaraq həkiminizin təbii ki, tövsiyəsi ilə müalicə davam etdirilmiş olur. Bəzən müalicənin, diaqramın bu hissəsinə baxaq, enən qoludur bu. Pasiyent əgər panik atakdırsa, təşviş pozuntusu varsa, anksiyetesi varsa, və ya da depressiyası varsa, ilkin müraciət edən pasiyent isə Günay xanım, bəzən 8 ayında dərman preparatları azaldılır. Lakin pasiyent mənə qədər, ən qədər müxtəlif ixtisaslı həkimlərdə müalicələr almışsa, müalicə effekt verməmişsə, xəstəliyin kliniki gedişatı xronikləşmişsə, dərinləşib depressiya, dərinləşib major depressiya keçibsə, pasiyentdə sayıqlama ideyaları varsa, intihar düşüncələri varsa və ya da ruhi xəstəlikdirsə, bu halda şizofreniyadırsa, bipolar affektiv pozuntudursa, şizoaffektiv pozuntudur, daha ağır hallar artıq. Tik pozuntusu, Tourette sindromusu bəzən 1 il, 2 il, 4 il, hətta bəzi pasiyentlər var ki, ağırlaşmış etaplarda 6 ilə qədər bəzən pasiyentlərimiz də bilir, şizoaffektiv pozuntu, bipolar affektiv pozuntu, şizofreniyada saxlayıcı müalicə tətbiq edilərək bəzən ömrünün uzun müddətli və ya da ömrünün sonuna qədər müəyyən dərman preparatları təyin edilmiş olur. Amma bu hər kəsə aid deyil, yəni qorxmasınlar. Hər kəsə aid deyil, bu çox ağırlaşmış, vəziyyətdən çıxa bilməyən, 20, 30 ilin, bəzən 40 ilin pasiyentlər müraciət edir ki, o halda tətbiq edilən dərmanlardır. Bir şey qeyd edim ki, yəni istənilən psixiatrik dərmanlar da digər dərmanlar kimi, vitamin qrup dərmanları kimi, ağrı kəsici dərmanlar kimi və yaxud da ki, qızdırma salıcı, təzyiq salıcı dərmanlar kimi dərman qruplarıdır. Bunlar da qaraciyərdə detoksikasiya olunur. Belə bir deyim var ki, psixotrop dərmanlar içəcəm, qaraciyərimi sıradan çıxardacaq, böyrəyimi sıradan çıxardacaq, orqanlarımı belə sıradan çıxardacaq. Pasiyentlərin dilindən deyilən sözü deyirəm, belə deyildi. Bütün dərmanlar necə ki, orqanlar tərəfindən, qaraciyər tərəfindən detoksikasiya olunur. Eyni zamanda psixotrop dərmanlar da elədir, lakin əgər pasiyentdə qaraciyər infeksion xəstəlikləri, qaraciyər serrozu, fibrozu varsa, təbii ki, o halda dərman preparatları bu təkcə psixotroplara aid deyil, digər dərman qruplarına da aiddir ki, hamısı ehtiyatlı tətbiq edilməlidir, lazımı gəldiyi tədbirdə təyin edilməlidir. Və bir də nəyə toxunum? Ən çox bizim cəmiyyətimizdə verilən suallardan biri də budur. Hamilələr Günay xanım. Hamiləlik dönəmində, bəli, doktor, mən dərman içə bilərəmmi, psixotrop dərman içə bilərəmmi? Qeyd edim ki, əgər hamiləliyin 3 ayına qədər psixotrop dərmanlar, antidepressantlar, antipsixotiklər verilməsi tövsiyə görülmür, çünki dölün, rüşeyimin orqanogenezi, yəni orqanlarının formalaşdığı, yarandığı bir dövrdür. Ona görə verilməməsi daha məsləhət görülür. Lakin elə bir dərmanlarımız var ki, antidepressantlar var ki, hamiləlik aparılan, yəni hamiləlikdən öncə də istifadə edibsə, hamiləlik etapı daxil olub, artıq hamiləliyin 1-ci günündən dəyişdirilib həmin dərman qruplarına keçə bilərik ki, hansı ki, pasiyentlərimiz arasında nümunəvi olaraq, klinik olaraq var elə bir pasiyentlər, davam etdirilib, hamiləliyi də bununla sonlandırılıb, uşaq çox sağlamdır, doğuşu çox sağlam keçib, uşaq artıq məktəbə gedir, əqli cəhətdən də normaldır. Yəni uşağın da beyninə təsir göstərməyəcək, doğuşunuz da sağlam şəkildə bitəcəkdir. Yəni qorxmasınlar. Qorxmasınlar, xeyr. Əgər bu həkim psixiatrın nəzarəti altında içilirsə, qorxmasınlar. Bəli, ixtisaslı həkimə müraciət etmək lazımdır. Əsas məsələ odur ki, bax bu hallarda mütləq ixtisaslı həkim psixiatra müraciət etmək lazımdır. Yeri gəlmişkən Aytan xanımla əlaqə saxlamaq istəyənlər 050 377 54 22 qəbuluna yazılmaq üçün hər iki nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin eyni nömrənin 099-u da aktivdir. 377 54 22. Doktor, mən qısa-qısa sizə suallar verəcəm. Xahiş edirəm, onların hamısını qısa-qısa cavablandırın. Dərmanı içməyə başlayandan sonra özümü sanki robot kimi hiss edirəm. Antidepressantlardan söhbət gedir. Bu normaldırmı? Qeyd edim ki, Günay xanım, izah etdiyimiz kimi,
Əgər sizə dərman təyin edən həkim, burada mütləq dozalanmaya diqqət yetirmək lazımdır. Məhz ona görə də bayaq qeyd etdim. Dozalanma az dozadan başlayaraq həftə, gün, ay ərzində dozalanma asta-asta qaldırılmalıdır ki, sizdə o halsızlıq, kütlük, robot vəziyyəti yaratmasın. Bu halda və seçilən dərman preparatları bəlkə xəstəliyinizə uyğundurmu, diaqnoza uyğun olaraq individual düzmü təyin edilibdir, buna diqqət yetirmək lazımdır. 1-2 həftə içdim, heç faydasını görmədim. Deməli, antidepressantlar mənə yaramır. Bəzən olur ki, mən adətən pasiyentə deyirəm ki, 2 həftədən sonra təsirini görərsiniz, amma klinik olaraq 10 gün ərzində artıq təsirini görməlisiniz, effektini görməlisiniz. Çünki mənim pasiyentlərim 3-4 gündən sonra yığıb deyirlər ki, doktor, elə yaxşıyam ki, halbuki bu, belə deyək, farmakokinetik olaraq belə bir təsir yoxdur. Əslində 10 gündən sonra başlayır. Əgər 2 həftədə dərmanı içirsinizsə, heç bir təsiri yoxdursa, ya burada həkiminiz dozalanmanı çox aşağı başlayıb, sizə lazımı qədərincə doza verməyib və yaxud da ki, diaqnozunuza uyğun olaraq düzgün dərman preparatı seçilməyibdir və yaxud da ki, qeyd edərdim ki, təsir göstərəcək, biraz da gözləmək lazımdır, amma təsir göstərsəydi də artıq 2 həftə ərzində təsirini göstərmiş olardı. Antidepressantı içib maşın sürmək, həmçinin işə fokuslanmaq insanda problem yarada bilərmi? Günay xanım, antidepressantların da belə deyək ki, qrupları var. Yeni nəsil antidepressantlar var, köhnə nəsil antidepressantlar var. Yeni nəsil antidepressantlar, ümumiyyətlə antidepressantlar arasında gündüz olaraq içilən heç bir yuxu gətirməyənlər var və yaxud da ki, yuxu gətiricilər var. Onların içərisində həmçinin kilo, çəkini azaldanlar var, çəkini artıranlar var. Yəni, biz pasiyenti individual olaraq, onun yaşına, bədən kütlə indeksinə, iş şəraitinə uyğun olaraq səhər, günorta, axşam olmaq tədbirində dozalandırırıq və ona uyğun olaraq təyin etmiş oluruq. Daha bir sual verəcəm. Bəli, biz zərərli vərdişlərə qarşıyıq, amma spirtli içki qəbul edən insanlar var. Bu, onların sağlamlığına ziyan vurur. Bəli, bunu bilsinlər. Spirtli içki ilə bərabər qəbul edilən antidepressant hər hansı bir fəsad yarada bilərmi? Hər gün pasiyentlərimə vurğuladığım fikir budur. Spirtli içkilər, alkoqol olsun, digər tərkibində olanlar təbii ki, müəyyən bir məclislər olur, məcbur olurlar içmək məcburiyyətində olur. Ayda ildə bir dəfə olar. Amma ki, bizim dərmanlar, xüsusən psixotrop dərmanların hər biri spirtli içki nə edir? Onu izah edim mən necə baş verir ümumiyyətlə. Spirtli içkilər qanda, belə deyək ki, bu dərmanlara təsir göstərən fermentlərin, parçalanmasına təsir göstərən fermentlərin aktivliyini artırır. Aktivliyini artırdığı tədbirdə pasiyent oradan dərman içib, məsəl üçün 2 tabletka içdi. Bir tabletka antidepressant içdi. Üstündən əgər qonaqlığa gedib və yaxud da ki, bir keyflənmək məqsədi ilə alkoqol qəbul edərsə, həmin bu alkoqol, həmin bu fermentin, dərmanı parçalayan fermentin qanda miqdarını qaldıracaq, titrini qaldıracaq. Nəticədə o ferment o qədər artacaq ki, dərmanı tez parçalayacaq, dərman, belə deyək, bədənə müsbət təsir göstərməmiş, parçalanacaq, bitəcək, dərmanın heç bir müsbət təsirini görməyəcək. Əksinə bir təhlükəli hallar yaşana bilər. Və yaxud da təsir göstərmir. Bəzi hallarda, antipsixotiklərdə var bu şeylər, hətta psixotik bir vəziyyət yarada bilər. Ona görə alkoqolla dərman içilməyi tövsiyə görülmür. Aytan xanım, belə savadlı cavablara görə, savadlı müzakirəyə görə mən sizə təşəkkür edirəm, elə tamaşaçılarımızın da adından. Çox sağ olun, minnətdaram. Yəni, bir çox pasiyentlər məhz müraciət edirlər və söyləyirlər, Günay xanım, dediyiniz kimi var, Aytan xanım çox həssas yanaşır, çox diqqətlə dinləyir, yetərincə vaxt ayırır və ən əsası düzgün diaqnoz qoyur. Mən çox sevinirəm ki, Sağlam Günayda belə dəyərli həkimlərimiz var. Təşəkkür edirəm sizə gəlişiniz üçün. Mən sizə təşəkkür edirəm, minnətdaram ki, sizin vasitənizlə biz də cəmiyyətimizdə olan psixiatr anlamına olan stigmatizasiyanı aradan qaldırmış oluruq. Var olasınız, var olasınız. Həkim psixiatr Aytan Namazova bizlə bərabər idi. Dəyərli həkimimizin əlaqə nömrəsini ekranlarda görürsünüz. 050 377 54 22 099 377 54 22 bu nömrələrlə əlaqə saxlayaraq doktorumuzun qəbuluna yazıla bilərsiniz. Qısa fasilədən sonra bugünkü enerjili sağlam gün ay davam edəcək. Gözünüz bizdə olsun.